Kiçik əqrəbim 2-in 3-ün üstündədir. Böyük əqrəbim də 12-in üstündədir. 3 tamam. 3 tamam. Yaxşı dostlar, bəs bu böyük əqrəb gəlib 6-nın üstündə dursa neçə olur? Gəlin indi bunu öyrənin. Baxın, indi saat neçədir? 3 tamamdır. Mən indi irəli gedirəm də saatlar hər zaman hansı tərəfə doğru gedir? İrəliyə tərəf gedir. Mən indi irəli gedirəm, yavaş-yavaş hər xəttin bir dəqiqəni göstərir. Gəldim. 6-nın üstündə dayanır. Mən 3'ü tamamlamışam. 3'lə mənim işim bitib. 3'ə olan bütün borcumu vermişəm. Qurtarım. İndi mən 4 üçün çalışıram. 4 üçün işləyirəm. İndi bax, neçəli arası olar sizcə? 4. Bəli, 3'ü bitirmişəm çünki. Aydın oldu, 3'ü bitirmişəm. 3 yazılsa da 4 yazsın. Bəli, 3-30 yazılmaq artıq 3 tamam olur. Birinci burada 3-0-0 olur. Baxın, dostlar. Baxın, 3-0-0, yavaş-yavaş gəlirəm. Hə, indi ikinci bir şey öyrədim sizə. Əgər saatın böyük əqrəbi, yəni dəqiqə əqrəbi 12 ilə 6-nın arasında olarsa, biz nə deyirik? İşləyir. Baxın, gəlin indi göstərək belə. İndi neçədir saat? 3 saat. Mən 3-lə işimi bitirdim. Ha tərəfə gedirəm? İrəliyə. Kimə tərəf gedirəm? 4-ə. İndi mən 4-ə nə qədər işlədim? 5 dəqiqə işlədim. 4-ə 10 dəqiqə işlədim. 4-ə 15 dəqiqə işlədim. 4-ə 20 dəqiqə. 4-ə 25 dəqiqə. 5 dəqiqə kimdir? Bəs neçə dediniz? 25 dəqiqə. Bəs indi? 30 dəqiqə. Yarısı. Deyə bilərəm ki, 4-ə 30 dəqiqə işlədim. Xeyr. Nə deyirəm Mələk? 4-ün yarısı. Bəli, bax uşaqlar, bunu qəşəng yadda saxlayın. Saat 4-ün yarısıdır. İndi, bura qədər yaxşı anladıq? Bəli. İndi saatımızın əqrəbi əgər 6-dan 12-yə qədər hərəkət edəcəksə, biz ona nə deyəcəyik? Qalıb. Baxın, əqrəb burada dura bilər, əqrəb burada dura bilər, əqrəb burada dura bilər. Fərq yox. O 6-dan 12-yə qədər harda durursa, biz ona nə deyəcəyik? Qalıb. İndi, gəlin əqrəbimizi aparaq, qoyaq, bura. Baxın, mən 3 tamam oldum. Bakın 3 tamam oldu burada, düzdür mü? 3'e 5 dəqiqə işlədim, 10 dəqiqə işlədim, 15 dəqiqə işlədim, 20 dəqiqə işlədim, 25 dəqiqə işlədim. Sonra oldu yarısı. Onun yarısını yetmişəm artıq. Yəni bu qədər borcumuzu ödədik. Bəli, bax bu qədər mənim borcum var, yarısını ödəmişəm, yetmişəm. Bəli, ona görə mənim 4'ün yarısıdır. İndi isə incim nə edəcəm? Başlayacağım yenə işləməyə. İşləyirəm, gəldim dayandım 9'a. Deyirəm, mənim 4'ə nə qədər borcum qalır? 15. Bax, bunu hesablamaq üçün dostlar, biz bilirdik ki, hər rəqəmin arası neçə dəqiqədə öyrənmişdik? 5 dəqiqə. 5 Bax, 4'ə nə qədər borcum qaldığını öyrənmək üçün başlayıram 12'yə qədər saymağa. 5, 10, 15. Neçə dəqiqə borcum qalır? 4'ə 15 dəqiqə qalıb. Bəs indi neçə dəqiqə qalıb? 20. 5, 10, 15, 20. Aferin. Bəs indi neçə dəqiqə qalıb? 5, 10, 15, 20, 25 dəqiqə. 4'ə əskər 25 dəqiqə qalıb. Bəs indi neçə dəqiqə qalıb? 5 dəqiqəm qalıb. Düzdürmü? Hə. İndi 4 dəqiqə, 3 dəqiqə, 2 dəqiqə, 1 dəqiqə. Bəli, borcum bitdi. 4'ü də tamamladım. 4'ü də tamamladım. İndi keçdik. İndi kimə işləyəcəm? 5'ə. 5'ə neçə dəqiqə işlədim? 5'ə neçə dəqiqə işlədim? 5'ə neçə dəqiqə?
çatmışıq aslanım? Yox. Müəllimi tamamladım. Mən 5-ə doğru Zeynəb. 5-in yarısı. Bəli, mən yəni 5-ə olan. Bəli, da mən 4 borcumu bitirmişəm. Mən indi kimə olan borcumu ödəyirəm? 5-ə olan borcumu ödəyirəm. 5-ə olan borcumu ödədim, amma hamısını ödəməmişəm. Tam yarısını ödəmişəm. Yarısı qaldı. Yaxşı? Bəli. İndi 5-in yarısıdır. Bu arada yarım saat neçə dəqiqədir? 30. 1 saat 60. Aferin. İndi başlayıram yenə işləməyə. İşte biz əməksevər, zəhmətsevər insanlarız. İşləyirik. Gəldim indi. Neçə dəqiqə borcum qalır? 5, 10, 15, 20, 25. İndi 20 dəqiqə qalıb. Neçəyə? 5'e. İndi neçə dəqiqə qalıb? 10. 10. 5. İndi 0. artıq 5 tamamdır. 5'e olan borcum tamam. Bitti. 5'e olan borcum Bitti. bitti. Tamam. Bəli. İndi 6'ya doğru gedirik. Elmin, gəl zəhmət olmasa bizim kitabımızda tez gəl. Elmin, de görək burada saat neçədir? Birinci saatda. Tez gəl biraz, qaça gəl. Birinci saatda saatım neçədir? Kitabda başqa cür görsənir. Merve 10'a kalıptı. Merve 5'e kalıptı. 10 dakika. Bir də say. Səhvə neçədir? 15 dakika. 63 tane. Hə, 64. Hə, 5'ə qalıb 15 dəqiqə. Elmin, sən buradan saymağa başladın aslan. Əgər dəqiqə əqrəbiniz bu tərəfdə olsa, bu tərəfdən sayarsın. Amma dəqiqə əqrəbiniz sol tərəfdədirsə, 6 ilə 12'nin arasındadır. Qalanları say. Düz dedi. Neçə dəqiqə? 15 dəqiqə. Neçəyə qalıb? 5'e. Bəli, 5'ə qalıb 15 dəqiqə. Düzdür də, balam.